bütün qadınları ürəkdən təbrik edir, onlara uzun ömür və möhkəm can sağlığı arzuluyoruz. İndi isə konsertimizə başlayırıq. Çıxış edir Müdafiə Nazirliyinin Əlahiddən Nümunəvi Orkestrinin Estrada heyəti. Piyanoda Ceyhun Əliyev, alt saksafon Rəhat Cəfərov, tenor saksafon Rauf Muradov, bariton saksafon Füzuli Malikov, tütək balaban Namiq Qurbanov, bas gitara Atabəy İsmailov, zərb alətlərində Ramiz Sevdiməliyev, Cəlal Süleymanov və Emin Mehdiyev. Estrada heyətinin bədii rəhbəri, əməkdar incəsənət xadimi, dosent, polkovnik Yusif Rüfət Axundzadədir. Fikrət Əmirov, Papuri, Mən səni araram, Göygöl.